Ümumiyyətlə, diqqət eləsiniz, insanın digər ibadətləri ki var dində, namazdır, orucdur, zəkatdır, xumusdur, digər ibadətlər olsun, sədəqələrdir. Bunların hamısının da Allah yanında dəyər tapmağının əsas amili imamlığı qəbul eləməkliyləndir. İmamın imamlığını qəbul eləyirsənsə, bunlar Allah yanında dəyər tapa bilir. Əks halda onların Allah yanında dəyər tapmır o əməllərdə. Onun üçün də ayə ilə uyğunlaşdırmaq olur. Əl-yevmə əkməltu ləkum dinəkum. Sizin dininizi kamala çatdırdım. Yəni namazınızın namaz olmağını istəyirsinizsə, orucunuzun oruc olmağını istəyirsinizsə, verdiyiniz sədəqələrin qəbul olunmağını istəyirsinizsə və digər yaxşı əməllərinizin qəbul olunmağını istəyirsinizsə, gərək imamın imamlığını qəbul eləyəsiniz. Əmir el-Müminin Ali ibn Əbi Talib əleyhissalamın imamlığını və digər imamların imamlığını qəbul eləyəsiniz.